Məziz şagirdlər, deməli bugün bu videoları yerləşdirməmişdim deyə natural ədədlərin dərs izahından sonra DİM test toplusundan 9-cu siniflər üçün DİM test toplusundan testlərin izahını atmaq istədim. Tək sualların izahını mən atacağam, cüt sualların izahını isə özünüz sərbəst şəkildə işləməlisiniz. Xahiş edirəm birinci videoya baxıb, daha sonra özünüz işləməyə çalışın. Elə baxıb əzbər şəkildə yazmayın həllərin. O xoşum gəlməz, çünki yadınızdan çıxacaq. O baxımdan da vaxt itirmədən birinci sualın izahından başlayaq. Deyib ki, ədəd bilmirəm deyə x götürəcəm. 17 böldükdə qismətdə bərabər deyib ki, qismətdə gözün 5 dəqiqə x bölünsün 17 deyib qismətdə 3 alınır, qalır isə 16 alınır. Dərs izahlarında seçmişəm deyə uşaqlarda gedişatın deməyəcəm, yəni qaydalar deməyəcəm təbii ki. Bunda qayda belədir ki, 17-ni, yəni böləni qismətə verib üstünə qalıq gələcəm. Natıma qismətə verib üstünə qalıq gələcəm. 17-ni 3-ə verəndə 51, üstə də 16 gələndə eləcək x 67. Cavab D bəndi. Üçüncü sualda hansı ədəd 18-ə bölünür? O ədəd 18-ə bölünür ki, uşaqlar 2 və 9-a bölünən ədədlə 18-ə bölünür. Bu ədəd 2-yə bölünmür. Sonu təkdir. Deməli sildim. Bu ədəd 2-yə bölünür. Amma bir dənə də 9-a bölünməsini tapmalıyım. 7 üstə 4 gələndə. Deməli 11, 14, 21, 25 elədir. Deməli bu da 9-a bölünmədi deyə sildim. C-yə baxaq. Bu yenə də 2-yə bölünür. 9-a bölünməni yoxlayaq. Toplayanda 4, 7 gələndə 11, 18, 23, 27. Cavab onda 27 həm 9-a bölünür, həm də sonu 4 olduğu üçün 2-yə bölünür. O baxımdan belə deyim. Olacaq C bəndi. Həm 2, həm də 9-a bölünən ədəd 18-ə bölünür. Cavab 3-də C-dir. 5-də deyib belə deyim, 5-də necə olacaq uşaqlar? Deməli 9-a hansı ədədlə bölünür? Rəqəmlərin cəmi x plus 3 plus 5 plus 4. Deməli 2 üstə 3 gələndə 5, 5 üstə 5 gələndə 10, 10 üstə 4 gələndə 14. 14 üstə gəlsin x. Hansı ədəd 9-a bölünür? Müəllim, rəqəmlərin cəmi 9-a bölünən ədəd. Bax, x 4 olmalıdır ki, 14 üstə 4 gələndə 18 eləsin. Cavab, yəni y olacaq. 2-yə və 5-ə bölünən ədədlər uşaqlar. 2-yə və 5-ə bölünən ədədlər həm də 10-a bölünür. Hansı ədəd 10-a bölünür? Sonu mənim 0-dan qutaranlar 10-a bölünəcək. Cavab y bəndi. Ondan sonra 9-cu sual qəbula düşüb. 2023-cü ildə 9-cu sinif imtahanına düşüb. Deyib kitabın, dəftərin, qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat artarsa, deyib ki, hər birindən bir ədəd almaqla neçə manat pul lazımdır? Deməli, uşaqlar, bu olacaq 16 manat kitabındır, dəftərin, bir də qələm. Qiymət neçə manatdır? 16 manatdır. Hər birindən bir dənə alıramsa 2 manatlıq üstünə pul gəlir də. Bunun da üstünə elə bil 2 manat gəlir. Bunun da üstünə 2 manat gəlir. Bunun da üstünə 2 manat gəlir. Bu eləcə neçə manat? 6 manat. Deməli, ümumi 6 manat pul gəlib. Yəni, dəftər də, qələm də, kitab da hamısının qiyməti 2 manata bahalaşanda olacaq 6 manat. 16 üstə də 6 gələndə eləyəcək 22. Cavab, deməli, 9-da Y bəndi. Deyib 7-yə böldükdə, ədədi 7-yə böldükdə qalır da uşaqlar 7-dən kiçik ədədlər alınmalıdır. Hansı ola bilməz dediyi üçün 8 ola bilməz. Belə. 13-cü sual. Deyib ulduzun yerinə hansı rəqəm olmalıdır? Deməli ulduzun yerinə mütləq uşaqlar 9-a bölünmək üçün rəqəmlərin cəmi 9-a bölünməlidir axı. Deməli əvvəlcə rəqəmləri toplayaq. 5 üstə 6 gələndə 11, üstə 2 gələndə 13. 13 üstə neçə gəlsəm 9-a bölünür, yəni 18 eləyir. 5 gəlsəm. Cavab Y bəndi. 15-ci suala baxaq. Deməli, 38 vurma 57 üstə gəlinsin 42 vurma 57. Sonra çıxılsın 38. Mən özüm çıxılsın 38 vurma 37 çıxılsın 42 vurma 37. Deməli, uşaqlar, baxaq bir indi. 57-ni çıxartsam, olacaq 38 plus 42. Deməli, çıxılsın. Bundan 37-ni çıxartsam, 38
Üstə gəliniz 42 olacaq. Niyə? Çünki mənfini çıxartmışam axı. Bayaq buna aid suallar işlədik. O da olacaq 57 vurma 80 çıxılsın 37 vurma 80. 80 hər birindən 80 çıxartsam, indi mörtəzə xaricinə qalacaq 57 çıxılsın 37. Bu da olacaq 80 vurma 20 eləcək 1600. Cavab eləcək 1600. Yəni Y bəndi. Deməli, uşaqlar 17. Baxın, 19-38-in əkobu 38 idi. Böyük ədəd eləyəcək. Həmişə A ədədi B-nin böləni olarsa, əkob həmişə böyük ədəddir. Mən öz şagirdlərim bilirəm ki, bilir deyə yazmıram. Lap yazsam, əkobu tapılmasını yazsam. 17-ci sual. İndi onlar da video bir adam qabağına, başqa adam qabağına çıxar ki, müəllim, bunlar necə şifahi tapdınız? Şifahi deyil, dedim ki, inşallah 38-dən 19-un əkobu 38 böyük ədəddir. Əbobu isə 12-dən 13-ün əbobu isə 1-dir. Qarşılıqlı sadədlər olduğu üçün. 38-dən də 1 çıxanda 37 alınacaq. Bu sualı saxlayıram hələlik, çünki bu nisbət tənasüb nisbət tənasüb bölməni işləyəcək o sualı. Deyib 21. N hansı qiymətində əbob N10 N-ə bərabərdir? Deməli uşaqlar, bu hansı qiymətli ola bilər? Hansı ədədlərin əbobu kiçik ədədə bərabərdir, yəni N-ə bərabərdir? Bax, məsələn, 2-dən 10 əbobu 2-dir. Deməli uşaqlar, belə bir sual düşmüşdü. Bu dəfə monitorda da düşmüşdü ki, deməli bu həmişə onun mütləq bölənləri olmalıdır. Onun bölənləri hansılardır? 1-dir, 2-dir, 5-dir, 1, 2, 5, 10. Cavab C bəndi olacaq. 22-ci sualda uşaqlar Vaqif və deyib ki, Vaqifin addımı 80 sm, Sabirin addımı 70 sm-dir. Hansı ən yaxın məsafədə onların hər ikisinin tam sayda addım atar? 70-dən 80-ə əkob tapacam. 70-dən 80-ə. Deməli, neçənci sualdır bu? 22-ci sual. 70-dən 80-ə əkob tapacam. Yaxşı, əkobun tapılmasını deyim. 70-i 2-yə biləndə 35, 35-i 5-ə böləndə 7, 7-ni də 7-yə böləcəm 1. 80-də böləcəm 2-yə, 40 alınacaq, 40-ı böləcəm 2-yə, 20 alınacaq, 20-ni 2-yə böləndə 10, 10-da 2-yə böləndə 5, 5-də 5-ə böləndə 1 alınacaq. Ortalığı tapıram, üstünə xətt çəkdim, ondan sonra 5-i tapıram, üstünə xətt çəkdim, sonra qalan var. Qalan yoxdur. Deməli, böyüyünü olduğu kimi yazıram. Uşaqlar, 80-i yazıram. Həmişə 70-dən 80-dən seçirəm, 80 yazıram. 80 tərkibini də üstünə xətt çəkirəm. Bir dənə 7 qalır. 80 vurma 7. 8, 7-ni 56 edəcək uşaqlar. Yanında bir dənə də 0, 560. Ay müəllim. Çox sürətli yazırsınız. Valla, yavaş-yavaş alışacaqsınız uşaqlar. Cavab C bəndidir. Deməli, uşaqlar, 23-cü suala baxaq. 23-cü sual. Uşaqlar, deməli 100-dən 99 çıxan neçəndir? 1. 98-dən 97 yenə də 1. 96-dan 95 yenə də 1. Nöqtə nöqtə üstə gəlsin 2-dən 1 çıxanda yenə də 1. Bu birlərin sayı nə qədərdir? 50 dənə. Niyə ay müəllim? Çünki 100-dən 99 çıxanda görürsən 2 dənə ədədin nəticəsi 1 dənə ədəddir. 1 alınır həmişə. O baxımdan 100-ü elə bil 2-yə böldüm. 100-ü 2-yə böldüm. Elədi 50. İndi 50 dənə 1-i toplayanda elə 50 alınır. Cavab o baxımdan D bəndidir. Uşaqlar, bu hasil var ha. Bax, bu hasil həmişə 18-də tam bölünəcək. Niyə? 3 altın 18 eləyir axı. Bölünəcək. Tək qaldı nə? 32. 32-ni gəlin bölək. Deməli, 25-ci sualda. Deməli, 32-ni bölək 18-ə. 32-nin 18 bir dəfə, bir 18-nin 18 çıxanda 14. Qalıq 14 alınacaq. Cavab A bəndi. 27-ci sualda uşaqlar, 27. Deməli, deyib ki, 3-ə tam bölünəcək. Uşaqlar, hansı ədədlə 3-ə bölünür? Rəqəmlərin cəmi 2 üstə 3 gələndə 5, 5 üstə 8 gələndə 13. 13 üstə gəlsin A, üstə gəlsin B. Bax, uşaqlar, 13 üstə neçə gəlsəm, 3-ə bölünən B danılır. Mənim 2 gəlsin, çünki 15 eləyir. Hər dəfə 3-ü çoxaldacam 5, 3 üstə gələndə 5 oldu. Yenə də 3 gəlsəm 8 ola bilər. Yenə də 3 gəlsəm 11 ola bilər. Yenə də 3 gəlsəm 14 ola bilər. Yenə də 3 gəlsəm 17 ola bilər. Yenə də 3 gəlsəm 20 ola bilər.
Amma 20 olmaz. Ay müəllim, niyə? Niyə 20 olmasın ki? Bu 20-dən bunların nə qərəzidir var ki? Çünki 20 olsa uşaqlar, bu 20 olmaq üçün hansı ədədləri toplayanda 20 eləyir? Müəllim 10 ilə 10 toplayanda 10 ilə 10 ola bilməz uşaqlar. Yadda saxlayın ki, bu rəqəmlərdən söhbət gedə bilər. Yəni heç vaxt ədəddən söhbət gedə bilməz. O baxımdan gəlin baxaq. Bax, 2 var, cavablarda silərəm. 2 yəni ola bilər. Ondan sonra 9 yoxdur cavablarda. Onda 27-ni yazmışam mən, gözlə. 27 2 var, sildim onu. 5 var, sildim. Ondan sonra başqa 8 var, sildim. 27 8 var, bəli. Ondan sonra 11 var, sildim. Nə yoxdur uşaqlar bir dənə? 8 2 2 də var. 5 də var, 8 də var, 9 yoxdur dənə. 9 cavab C bənd. Yox. C yox, bunu deyib bunda. 8 5 var, 7. Yox, 7 yoxdur, C bəndi. 29-cu suala baxaq. Deməli 6-nı parçalarım uşaqlar. 2 vurma 3 kimi yaza bilərəm. Onsuz 2 üçün neçə eləyir? 6. 8 yazsam 2 vurma 2 vurma 2. Və 35 yazsam 5 vurma 7. İndi baxın uşaqlar. 2-nin üstü neçələndir? 1, 2, 3, 4. 2 üstü 4. 3 üstü 1, 5 üstü 1, 7 üstü 1. Deyib neçə müxtəlif sadə bulunan sayı. Müxtəlif deyəndə uşaqlar 2-dən bir dənə götürəcəm. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Sabah inşallah dərs sahəsində daha yaxşı bunu başa salacağam. A ədədi B-nin böləni olarsa bu babi həmişə A-dır uşaqlar. Qaydamız belədir. Keçdik. A ədədi B ədədinin böləni olarsa əkö babi həmişə B bəndidir. Bunlar qaydada hamısı da deməyəcəm. Təkliflərdən hansı doğru deyil? Tək ədədlər cüt ədədin hasili tək ədəddir. Tək ədədlər cüt ədədin hasili həmişə tək ədəddir. Gəlin baxaq. Tək ədəd götürək. Deməli, tək ədəd götürək. 1 cüt ədəd götürək 2. Hasili deyib tək ədəddir. 1 2 neçədir? 2. Düz deyib? Yox. Yəni doğru deyil. O baxımdan A bəndi olacaq. Digərlərini yoxlayaq. 2 də 2 ədədin hasili tək ədəddir. Bəli, 3 5-im neçədir? 15 tək ədəddir. 2 cüt ədədin hasili cüt ədəddir. O da düzdür. 2 sadə ədədin hasili həmişə mürəkkəbdir. Düzdür. Sadə ədədlə mürəkkəb ədədin hasili mürəkkəbdir. Cavab bu baxımdan nə olacaq? A bəndidir. Yəni tək ədəddə cüt ədədin hasili cüt olmalıdır, tək yox. Yaxşı. 37-ci suala baxaq. Əkop 60 175. Tez 60-ı sadələ şəklində yazırıq. 30 32 biləndə 15 15 3 biləndə 5 5 də 5-ə 1. 175 3-ə böləcəm. Deməli 55 55 yox. 175 3-ə bölünür, 5-ə bölünür. Olacaq 35 35-i 5-ə böləndə 7 7-nin 7 1. Deyib indi uşaqlar əkobu tapanda ortaqları tapıb silərəm uşaqlar. 175 bölünmədə əkobu tapanda ortağı tapdım. Sildim. Sildim. Böyünü olduğu kimi yazarım. 175 yazanda böyünü tərkibindəkiləri də sildim. Nə qaldı? 2 2 3. Bunların hansını tapacağam? 2 2 4 4 üstündə 12. 175-i də 12-yə verəndə gözünü 5 dəqiqə. Deməli. Neçədir bu? Sırf yazım onu. Yuxarıda. 175-i də 175-i verəcəm 12. 2100. Elə bir cavab var. 2100. Bəli, D bəndi. Keçək uşaqlar davamına. Ay müəllim, kalkulyatorla hesabladınız. Bəli uşaqlar. Mən də elə şeyi beyində də hesablaya bilərəm, amma ona vaxt yoxdur. Nə də neçənci məşğələdir. Bugün siz bilin ki, tezin saat 8-də çıxmışam evdən. Bir də bizə müəllimlər icazə var hesablamağa. Amma alt-alta hesablayardım. Yəni mən bu 10 saniyə hesablmaz. Deyib ki, n və n tək ədədlər olarsa hansı qiyməti cüt ədəddir?
M də təkdir, N də təkdir. M-ə qoyaq 1, N-ə qoyaq 3. Baxaq hansında cüt ədəd olacaq. Bax, qiymətini qoysam 3 birim 3. Cavab 3 olacaq. Deməli təkdir. Amma deyib cüt ədəd olsun. Belə, bax indi N 3 2 birimdə 2. 5 ədəd. Bu da təkdir. Daha çıxdım hamısını. Bununla bunu toplayanda, M-ni toplayanda, 1-ni 3-ü toplayanda cütdür. Deməli 4-dür, yəni cütdür. Cavab B bəndə olacaq. Həm 2 həm də 3-ə bölünən ədəd tapın. Həm 2 həm də 3-ə bölünməni tapmaq asandır. Burada çətin bir şey yoxdur. Deməli belə. Toğrul və Arif 5 ildən sonra yaşlarının cəmi bu sualda düşmüşdü. İmtahanı sınaqlar, məktəbdə olan sınaqda. 5 ildən sonra yaşların cəmi 29 olacaq uşaqlar. İndiki yaşını tapanda 29-dan çıxacam 10 yaşı. Eləcə 19. Başa düşdünüz? Eləcə 19. Cavab olacaq A bəndi. Yəni çünki niyə? Toğrulunda Arifində 5 yaş gələcək üstünə. 2 5-im 10, 29-dan 10 çıxanda 19. 23-dən 6 çıxacaq. Niyə? 3 il bunun yaşının üstünə gəlir. 3 ildə 10, 6 çıxanda 17. Bu asandır. Göstər çıxın şifahi işləyirik. 120-yə baxaq. 44-ə baxaq. Deməli 420 ədədinin 2-yə böləndə 210, 2-yə böləndə 105, 3-ə böləndə 35, 35-i 5-ə böləndə 7, 7-ni 7-yə böləndə 1. Müxtəlif sadırlanan sayı deyəndə uşaqlar 2-dən 1 dənə götürəcəm. 3-dən 1 dənə, 5-dən 1 dənə, 7-dən də 1 dənə. Neçə oldu? 4 dənə. Cavab belə. Nisbəti tapmaq asandır. Neçəsi sadədir? 2 də sadədir. Cavab onda bunda D bənd oldu. Deməli 47-də 1 sadə, 2 dənə sadə, 3 dənə sadə, 4 dənə sadə, 119 sadə deyil, 7-yə bölünür. 4 dənə sadə. Cavab oldu D bəndi. Ondan sonra davamına baxaq. Davamı deyil, hamısı bölmədir. 90-dan 80-ın əkobunu tapmaqdır. Yəni bu qədər sadə. Deyib, ədədində neçə minlik var deyən uşaqlar. Bax, mində neçə 0 var? 3 dənə. 3 dənə olduğu üçün 3 dənə də siləcəm. Olacaq 530. Belə. Bölən 5 olarsa alına bilən qalanlar deyəndə uşaqlar, bölən 5 olanda alına bilən qalanların cəmi deyəndə 5-dən kiçik ədədlər olacaq. 5-dən də kiçik ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür. Cəmi də 10 olacaq. Belə. Neçə onluq var deyəndə bir dənəsini siləcəm, 780 olacaq. Yəni bu qədər uşaqlar. Çox da 50 dənəsini izahını da verdim. Qalanların izahını ilə 60-ını da verək. Təşkillərdən hansı doğru deyil desə, deməli 2 cüt ədədin cəmi həmişə cütdür. Cüt ədədin məsələn 2-dir, 4-dür. Cəmi də 6-dır. Belə həmişə cütdür. A-nı çıxdım deyib doğru deyil, yanlışı tapmağı deyib. Natural ədədlərin cəmi həmişə naturaldır. Bəli, düzdür. Məsələn 2-dən 4 toplayanda 6-dır. Natural ədədlərin fərqi həmişə naturaldır, yalan danışır. Niyə? 2-dən 4 çıxanda uşaqlar mənfi 2 alınır axı. Natural deyil. O baxımdan cavab C bəndə olacaq. 60-da da bayaq dedim, bölən 7 olarsa qalıq ondan kiçik ədədlərdir. Yəni 7-dən kiçik ədədlər 1, 2, 3, 4, 5, 6 olan da cəmini tapacam. Səhvimcə 21-i deyəcək. Bu qədər sadə uşaqlar. Xahiş edirəm diqqətli baxın. İndi bunun davamını atacağam inşallah sabah axşama. Onlar da işləyəcəksiniz inşallah. Oldu. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.